Buradan sağa dönəcəyik. Bayaq sual verdin, o sualın cavabını vermək üçün. İndi bu səfər sağa dönməliyik, bu səfər düz gedəyik. Təkrar izah edirəm. Yenə Bəxtiyar və Hafizada küçəsindəyik. Görürsən 5.6 nişan bir tərəfi yolunu qurtaracaq. Bu o deməkdir ki, bax bu svetofor kimi yol bir tərəfidir. Yəni iki zolaq gedişdir. Qarşıda isə sağ gediş, sol gəlişdir. İndi yolu tanımayan şəxs, amma nişanları yaxşı bilən şəxs nə edir? Bu nişanı burada görür. Sağda da maşın var da, əvvəlcən sağ zolunu tuta bilməyibdi. Məcbur girir bu zolağa və nə baş verir qardaşım? O işıq foru keçəndən sonra qəfil çəkir sağa ki, əks olaraq çıxmasın. Orada bir tərəf yolun nişanı görmür. Ya qabağında avtobus dayanmış olur və yaxud da ki, artıq burada bu nişanı görübdə onun fərqinə varmış, diqqət eləmir. Fikrimi çatdıra bildim. Bax, bu zolaqda qəfil çəkir sağa. Buradan da düzünə gedən var axı, bax, gəl. Əgər ki, buradakı kimi deyilən kimi bir tərəf yolunu qurtaracağı olsaydı, get davam elə, davam elə. Yəni burada bir tərəf yolun nişanı olmasa, get də düz deyəsən. Dedim, bax, get. Bax, bura girməməlisən artıq. Bura bir tərəf yol olmasa da, həqiqətən bitsəydi, bura girmək əks olaqdır. Sən bu tərəfə keçməliydin. Ona görə çəkilirlər sağa və qəza şəraiti yaranır. Fikrimi çatdıra bildim. Bəs sənə deyirəm ki, düz gedəcəksən. Niyə yolunu dəyişməyə çalışırsan? Komandanı əvvəlcədən vermişəm, yadında saxla ki, hara gedəcək də dostum. Yol tanımayan da. Nə olsun yol tanımırsan? Yol tanımadığın yollarda səni sürdürür, amma bu sənin professionalını artırır. Başa düşdün? İnsanlar var ki, təhsil başlayan sürücülər tanıdıqları yolda daha rahat sürürlər. Tanımadıqları yolda özlərini həyəcanlandırırlar, çaşdırırlar, qorxudurlar. İndi sən sırf tanımadığın yollarda sürdürməyə çalışıram ki, sən professionalını artırırsan qardaşım. Oldu? İndi qarşıdan sola dönəcəyik. Yaşıl yanı biraz zərtləş. Uğurlar olsun.